Salam əziz izləyicilər. Xar tutu kim xoşlamır ki? Xar tutsaladın bu cür tut ağacına. İndi bax burada budaqlar xar tutdu. Amma yerdə qalan cır tutdu. Fikir verirsinizsə, zirvəyə qalxan budaqları mən kəsmişəm. Bax, o budaqlarda kəsiləcək, o zirvəyə qalxanlar. Nə məqsədlə? Bir qurd gəlib çıxıb 90-cı illərdə tut ağaclarının qənimi. Bir də yol qırağında bəzən əkirlər, tut ağacı olur. Altından keçmək istəyəndə görür ki, ayaq basmağa yer yoxdur. Hər yer asfaltın üstü dolubdur qurtlarla. 2-4 santimetr uzunluğunda olur. Eybəcər, zəhlətökən qurtlardır və ağacı məhv eləyir. Deməli, bax, fikir verin. Burada hörümçək toru kimi tor var. Gəlib bura düşüb. Əgər bunun başını buraxsam, bunu dərib yandırmasam, bu təbii ki, minlərlə qurd yetişəcək bu ağacın başında və tutdan əlimizi üzməli olacaq. Bunu mən bir mübarizə metodu kimi iki üsuldan istifadə eləmişəm. Bir, yandırmışam lopayla. İki, zirvəyə qalxan budaqları həmişə kəsmişəm, əl çatarda olub. Əl çatarda olanda əyib kəsirəm o xəstəlik tutan hissəni, atıram tonqala yansın. Bax, belə bir işlə. Amma bunun dərmanı da var. Əgər dərman vurmaq istəyən olsa, bilməsə nə dərman vursun, mənə yazar, mən o dərmanın adını filanını yazıb göndərərəm. Mən dərman vurmaq istəmirəm, baxa, ona görə elə mexaniki üsulla kəsib atıram tonqala, yanır. Amma digər meyvələr üçün zəhərdən istifadə eləməyə məcbur oldum. Çox istəyirdim ki, zəhərsiz əmələ gəlsin mənim meyvələrim, əmələ gəlmədi. Bu il vurmuşam artıq zəhər. Sağ olun, salamat qalın.